Necə ki, İmam Əhməd rahimehullah İmam Şafinin oğluna deyərdi. Subhanallah, İmam Əhməd rahimehullah ümmətin böyük sütunlarındandır. Yəni bu ümmət onsuz təsəvvür olunmur. Fərz də bu ümmətin içində İmam Əhməd yoxdur. Onu çıxardıblar. Onun kitabları yoxa çıxıb. Yəni böyük bir itki olardı. İmam Əhməd rahimehullah İmam Şafinin oğluna deyərdi ki, mən sənin atava hər sübh çağı dua edirəm. Subhanallah. İmam Əhməd rahimehullah əvvəla İmam Şafinin ona öyrətdiyi elmlə əməl eləyirdi. Yəni haqqını ödəmişdi müəlliminin. Hələ ondan əlavə də öz müəlliminə dua eləyər ki, Allah onu əfv eləsin. Və bu da sələfin halı. Özlərinə xeyir öyrədənlər üçün. Və bizə də ən böyük xeyir öyrədən tələbələrimizdir, elm əhlidir. Və lazımdır ki, biz onların qədir qiymətini bilək. Və onların qədir qiymətini bilsək, bizim də qədir qiymətimiz qalxacaq inşallah. Çünki Allah ədalətlidir. Necə ki, tabinlər. Onlar sahabələrin qədir qiymətini bildiklərini görə, onlar sahabələrin hörmətini saxladıqlarını görə, onlar sahabələrdə olan elmi cəm eləyib, öyrənib, əməl edib, öyrətdiklərinə görə Allah onların da qədir qiymətini ucaltdı.